İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı əsas prioritetlərdən biri kimi qarşıya qoyulmuşdu. Regionda, dünyada baş verən proseslər qarşımızda başqa seçim də qoymurdu. Neft erasının bitəcəyinə dair qlobal çağırışlar var. Dünya enerji böhranı ilə üz-üzə qalıb. Enerji qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyi gözlənilir. Bəs gəlirləri əsasən neftdən asılı olan ölkələr, eləcə də Azərbaycan bu barədə nə düşünür? Açığı deyim ki, 2023-cü ildə Məcnun Məmmədov Kənd Təsərrüfatı Naziri postuna gətiriləndə bütün ümidlərim öldü. Bu adamın ilk hansı addım atacağı məni çox düşündürürdü. Məcnun Məmmədovun nazir kreslosuna əyləşəndə çəkisi 130 kiloqram idi. İlk atacağı addım da elə özünü arıqlatmaq oldu. İndi çəkisi 80-90 kiloqrama düşüb. Adətən insanlar vəzifəyə arıq gəlib kök gedir. Amma Məcnun müəllim bütün proqnozları alt-üst elədi. Bəs bu yazıq inəklərin, qoyunların günahı nədir? Sən nazir olmamışdan əvvəl inəklərin çəkisi 200-300 kiloqram arasında dəyişirdi. İndi isə inəklər sanki fitnesslə məşğul olur. Hamısı olub 80-100 kiloqram. Mö eləməyə halı da qalmayıb. Heyvanın bədbəxtliyi ondadır ki, Qəndab xala, heyvan dərdini deyə bilmir. İnsanları müalicə eləməyə nə var ki? Gəlib deyir ki, filan yerim ağrıyır, sən də resept yazırsan, gedir dərman alır. Amma bu heç nə deyə bilmir. Gəl indi baş sındır görüm. Məcnun Məmmədov nazir vəzifəsinə təyin olunan kimi bütün köhnə və təcrübəli kadrları işdən uzaqlaşdırdı. Görüntü yaratmaq lazım idi, yoxsa yox. Özü ilə bərabər nazirliyə və nazirliyin tabeliyindəki qurumlara gətirdiyi kadrların hər biri özünə biznes qurub. Məsələn, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev aqrolizingin anbarlarını ələ keçirib. Taxıl biçilən vaxtı alıb və həmin anbarları taxılla doldurub və indi də baha qiymətə satışa çıxarıb. Sərdar Hacıyevin işçiləri regionlarda fermerlərlə görüşüb onların problemlərini də dinləyir. Amma heç bir problem həll edilmir. Əksinə, fermerləri ələ salıb geri dönürlər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz fəaliyyəti nəticəsində məhv olan fermaların sahiblərinə deyirlər ki, Braziliyadan, Türkiyədən, İrandan, Ukraynadan və Monqolistandan ucuz ətlər gətirilir. Camaat da onları alıb yeyəcək. Daha ucuz qiymətədir. Yəni, sizə ehtiyac qalmayıb. Sərdar Hacıyev xarici təşkilatlarda işləyən dostlarını başına yığıb, dövlətin ən strateji sahələrindən birini məhv etməkdədir. Hətta bu adamın ailə üzvlərindən birinin vaxtilə sadvalçıların üzvü olduğu və dövlətə xəyanət etdiyi üçün həbs olunduğu bildirilir. Əlimizdə bəzi materiallar olsa da, yetərli dəlillər olmadığına görə daha sonra tam təfsilatı ilə bu məsələni də ictimailəşdirib sual edəcəyik. İndi Sərdar Hacıyev dövlətdən kimin qisasını alır? Hesablama Palatasının məlumatına görə 30 mindən artıq feromon tələsi 2 ildir anbarlarda qalıb və vaxtı keçib. Ancaq işlətməyiblər. Cənab Nazir, nə üçün? Kişi məşğuldur. Kişi həmişə məşğuldur. Elə də olmalıdır da. Necə? Daxili intizam. Bütün diqqəti əsas problemin həllinə yönəltməkdir. İndi gələk nazirin yaxın adamlarının, dostları olan müşavirlərinin kənd təsərrüfatının başına açdığı oyunlara. Bütün nazirlik Məcnun Məmmədovun dindar qohumlarının, dost tanışlarının ofisinə çevrilib. Əksəriyyətinin də FETÖ-çü olduğu ilə bağlı etibarlı məlumatlar yayılmaqdadır. Bundan əvvəl özəl şirkətlərdə yüksək maaşa işləyən bu adamlar dövlət qurumuna az maaşa gəlib işləyərdimi? Məlumatlarda bildirilir ki, nazir onların hər birinə yüksək məbləğdə paket verir və daha yüksək qazanc əldə etmələri üçün də şərait yaradıb. Nazirin müşaviri Zaur Əliyev tender oyunlarının əsas kardinallarından biri hesab olunur. Hər ay 20 min manat paket alır. Cəmi bir il öncə müşavir vəzifəsinə təyin olunan Fərid Nəcəfovun isə ali təhsilinin olmadığı, saxta universitetlərdən birində təhsil aldığı bildirilir. Daxili Nəzarət Şöbəsinin kuratoru hesab olunan Fərid Nəcəfov çepi tutub tabeliyindəki məmurları öz orbitinə salmaqla məşğuldur. Nazirin digər müşaviri Rövşən Həsənovun adı isə pul qalmaqallarında hallanır. Deyilənə görə əvvəlki iş yerində müdirə küllü miqdarda pul atıb. Ölkənin baş baytarı Elməddin Namazovun isə nəinki heyvan xəstəliklərindən başa çıxmır, hətta keçi ilə
çəpişi də bir-birindən ayıra bilmir. Qısası, bir neçə gündür ölkədə çox maraqlı hadisələr baş verir. Vaxtilə ölkənin boz kardinalı hesab olunan Ramiz Mehdiyev barəsində ən ağır maddələrlə cinayət işi başlanılıb. İbrətli hadisədir. Düzdür, Məcnun Məmmədov heç vaxt Ramiz Mehdiyev boyda ola bilməyəcək. Amma dəsti xətt eynidir. Çapıb talamaq. Bir şey isə unudurlar. Gördüm ki, qotur bir canavardır. Bizim Qarayazı meşəsində. Kinolarda göstərirlər ha. O qalxanın üstündə oturub, özü də bax beləcə baxır mən. Dərddə azar kimi gələndə batmandan gəlir.